Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yine 5-ci sinif riyaziyyat dim test toplusundakı tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 168-dəyiz. İkinci yarım il üzrə yekunlaşdırıcı tapşırıqların G variantı ilə davam edirik. Birdə deyir ki, düz bucaqların sayını tapın. Deməli, işarələrə baxacaq. Düz bucaq burada AOD-dir. Sonra bir dənə AOD, sonra COED 2 dənə. Ümumiyyətlə orada 3 dənə işarə görürüksə, elə deməli 3 dənə düz bucaq var da. Deməli biz nə dedik? COE-ni dedik. Nəyin işarəsidir ki? Ayırt eləməyə çalışıram. Bu nəyin işarəsidir? Burada qoyublar. Bir də buradakı işarə bu cür olmalıydı. Bilməm niyə belə əyrimcə işarə qoyublar. Burada 3 dənə düz bucaq var. Deməli AOD, DOK, bir də ortada COF. BOE də ola bilər. BOE. Amma bu böyükdür. Kör bucağa daha çox oxşur. Həm də bu cür işarə də yoxdur bunların arasında. 3 dənə seçirik. E variantı. 2-də deyir 10 dəqiqədə saatın böyük əqrəbi neçə dərəcə dönər? Deməli biz 1 dəqiqədə neçə dərəcə dönür tapmaq üçün saat 360 dərəcədir və 60 dəqiqə var. 360-ı bölürük 60-a, tapırıq 6. 10 dəqiqəni soruşursa, onu da 6-ya vurub cavabı tapırıq ki, 60 dərəcə C variantı. 3-də deyir ifadələrin neçəsi doğrudur? 1 dərəcə düz bucağın 90-da 1 hissəsidir. Bəli, 90 dərəcə olur düz bucaq. Ona görə 90-da 1-də 1 dərəcə olur. Bu doğrudur. İti və kör bucağın cəmi həmişə açıq bucaqdır. Xeyr. Məsələn, iti bucaq 70 dərəcə götürə bilərik. Kör bucaq 80 dərəcə, 80 nə idi? 100 dərəcə götürə bilərik. Bu açıq olmur. Məsələn, 100 ilə 70, 170 olur. İti ilə körün dərəcələri həmişə fərqli olur deyə o aydın məsələdir ki, açıq bucaq ola bilməz. Çünki açıq bucağın dərəcəsi dəyişməzdir. 180-dir. Düz bucaq açıq bucaqdan 2 dəfə kiçikdir. Bəli, bu doğrudur. Düz bucaq 90-dır, açıq bucaq 180-dir. 90 180-dən 2 dəfə kiçikdir. Kör bucaq düz bucaqla iti bucağın cəminə bərabərdir. Düz bucaq 90-dır. İti bucaq da ən çox 89 olur. Bəli, bunları toplayanda kör bucaq olur. Ən az iti bucağı da toplayanda yenə kör bucaq olur. Düz bucaqdan böyük olan bucaq açıq bucaq adlanır. Xeyr, kör bucaq da ola bilər. Səhvdir bu. Deməli, doğruları soruşur. 1, 2, 3 dənəsi. D variantı. 4-də deyir ki, bucaq NOF-ni tapın. MOF açıq bucaqdır, 180-dir. Burada düz bucağın işarəsi var. Yəni, bura 90-dır. Buranı da göstərib 38-dir. Bizdən NOF-ni soruşursa, deməli 90 üstünə 38 gələcək. Birlikdə olur 128 A variantı. Birinci tərəfi ikincidən 4 dəfə böyük, üçüncü isə birincidən 3 cm kiçir və perimetri 60 cm olan üç bucağın böyük tərəfini tapın. Deməli, tənliklə həll edəcəyik. Birinci, ikinci, üçüncü tərəf. Birinci tərəf ikincidən 4 dəfə böyükdür. Ona görə ikinci x olsa, birinci olur 4x. Üçüncü isə birincidən, yəni 4x-dan 3 cm azdır. 4x çıx 3-dür. Tənliyimizi yazırıq. 4x, üstə gəl x, üstə gəl 4x çıx 3, bərabərdir perimetr 60-a. Perimetrdə bütün tərəflərin cəmidir. Burada toplasaq x-ları 9x var. 60-la da 3-ü toplayırıq 63. X-i tapmaq üçün 63-ü 9-a bölürük 7. Biz ən kiçik tərəfi tapdıq. Bizdən isə böyük tərəfi soruşur. Böyük tərəfdə təbii ki 4x olar. Ona görə 7-ni də 4-ə vururuq. Bu deyilir 28 B variantı. 6-da deyir bir tərəfi o birindən 5 dəfə kiçik, perimetri isə 480 cm olan düz bucaqlının böyük tərəfini tapın. Biz düz bucaqlının perimetri verirsə, əvvəlcə onu 2 yerə bölürük enlən uzunluğun cəmini tapmaq üçün. Bu eləyir 240. Deməli, tərəfləri də biri x-dır, biri 5x-dır. 5 dəfə kiçikdirsə biri, deməli digəri də 5 dəfə böyükdür. Və bunların da cəmi 240-dır. Enlən uzunluğun cəmi. 6x 240-dır.
X-i tapmaq üçün 246-ya bölürük. Bu da edir 40. Biz kiçik tərəfi tapdıq. Bizdən böyük tərəfi soruşurdu. Böyük tərəfdə bundan 5 dəfə böyükdür. Vururuq 5-ə. Bu da edir 200. A variantı. 7-də deyir ki, bərabərliklərdən neçəsi doğrudur? Hektardan kvadrat metrə çevirəndə 10 minə vururuq. Yəni 4 dənə 0 gəlməli idi yanına. Bu səhvdir. Ardan kvadrat metrə çevirəndə isə 100-ə vururuq. 2 0 gəlir yanına. Bu doğrudur. Burada isə kvadrat desimetrə çevirir. Kvadrat desimetr çevirəndə 10 minə vururuq yanına. 4 dənə 0 gəlir. Bu səhvdir. Deməli, kvadrat metrə çevirməliyik. 4 hektar 40 mindir. 3 arda 300'dür. 40.300 bu doğrudur. Kvadrat desimetrdən kvadrat santimetrə çevirəndə 100'ə vururuq. Burada isə 10'a vurub. Bu da səhvdir. 2 dənəsi doğrudur. D variantı. 8'də deyir ki, düzbucaqlığın sahələri bərabərdir. Birinci tərəflər 6 və 8 metr. O biri düzbucaqlığın tərəfləri olan sıranı göstərin. Bunun sahəsini tapmaq üçün 6'ı 8'ə vururuq. 1 48 kvadrat metr. İndi variantlardan baxırıq hansını vuranda 48 kvadrat metr olur. Bunu metrə çevirəndə 4 eləyir və 12'ni 4'ə vuracaq. Elə budur 48 eləyir cavab. 9'da deyir bərabər hissələrə bölünmüş fiqurun sahəsinin neçə faizi rənglənmişdir? Deməli burada 2 5'ə vururuq. 10 dənə hissə var. İkisi rənglənib. Bunu 100'ə tamamlayarıq. Onu 10'a vuranda 100 edir. Ona görə 2'ni də 10'a vururuq. Deməli %20%. B variantı. Onda deyir turistlər 15 kilometr yol getdilər ki, bu da bütün yolun uzunluğunun 30%-idir. Bütün yolun uzunluğunu tapın. Hissəsinə görə ədədi tapanda ədədi 100'ə vurub faiz göstərən ədədə bölürük. 100 ilə 30'u hər birin və yaxud 30'u 15'ə bölərik 2, 100'ü də 2'yə bölərik 50. Düzgün cavab 50'dir. A variantı. 11'də deyil ifadələrdən neçəsi doğru deyil. Sahələri bərabər olan düzbucaqlıların tərəfləri bərabərdir. Xeyr, bu səhvdir. Məsələn, buradakı sualda tərəfləri 6 ilə 8 idi. Digərinin tərəfləri 12 ilə 4 idi. Amma sahələri bərabərdir. Digər variantlarda da var idi bu cümlə. Deməli, bu doğru deyil. Kuboidin 6 təpəsi var, xeyr 8 təpəsi var. Bu da səhvdir. Kuboidin 2 üzünün kəsişməsi onun tilini əmələ gətirir. Bəli, bu doğrudur. Kuboidin 8 üzü var, xeyr 6 üzü var. Bu səhvdir. Kuboidin qarşı üzləri bərabərdir. Bu doğrudur. Bizdən səhvləri soruşur. 3 dənəsi səhvdir. C variantı. Bir üzünün sahəsi 1,4 kvadrat metr olan kubun səthinin sahəsini tapın. Kubun səthinin sahəsini tapanda bir üzünün sahəsini 6'ya vururuq. Çünki 6 dənə üzü var. Bu da edir 8,4 A variantı. Kuboidin enini və uzunluğunu 5 dəfə artırdıqda onun həcmi neçə dəfə artar? Həcm bilirik ki, 3 tərəfinin hasilinə bərabərdir. Yəni 3 dənə vuruqdan ikisi 5 dəfə artırsa, deməli hasil də 2 dəfə 5 dəfə artacaq. Yəni 5 vur 5 dəfə. Bu da edir 25 dəfə artar B variantı. 14'də baxırıq 5 kilometri kub metrlə ifadə edin. 1 kilometr bilirik ki 1000 metrdir. Kubun tapmaq üçün deməli bu kvadratı olur, bu da kubu olur. Burada da deməli oxumaq istəsək 3 ayıraq. Təklik, minlik, milyonluq və milyardlıq sinifidir. 1 milyarda bərabərdir. Yəni yanına qısaca yanına 3, 6, 9 0 gəlir. Bu da variantındadır. 5 milyard kub metr. 15'də deyir ki, həcmi bu qədər, hündürlüyü bu qədər olan düz prizmanın oturacağı düzbucaqlı, üçbucaqlı düz prizmanın oturacağın sahəsini tapın. Biz bilirik ki, həcm bərabərdir hündürlüyü ilə oturacağın sahəsinin hasilinə. Burada hündürlüyü də verib, həcmi də verib, oturacağın sahəsini tapmaq üçün böləcəyik. Deməli, bir dəfə 11, çıxırıq 4, 44'də bölünür 4 dəfə cavab 14. Kvadrat desimetrlə yazmağına ehtiyac yox idi. Onsuz da desimetrlə verib hər tərəfi. Aldığımız cavab da təbii ki, desimetr olacaq. 16'da deyir ki, fiqurunun sahəsini hesablayın. Baxırıq ki, bu tərəfi kvadratdır. Enindən uzunluq 10'dur. Onu ona vururuq 100. Bu tərəfi tapmaq üçün
20-dən 10-u çıxırıq. Bura kimi 10-dur. N-in tapmaq üçün bura kimi 10, bura kimi 6-dırsa, ondan 6 çıxırıq. Burada deyilir 4. Sahəni də tapmaq üçün onu 4-ə vururuq 40. İndi ümumi fiqurun sahəsini tapmaq üçün 100 ilə 40-ı toplayırıq. Bu deyilir 140. 12 kiloqram kartof ilə 16 kiloqram kələmə 18 manat 40 qəpik verildi. 1 kiloqram kartof 1 manat olarsa 1 kiloqram kələm neçə qəpikdir? Kartofun qiymətini verib bizə və demişdi ki 12 kiloqram kartof alıb. 1 manatdırsa deməli 12 manatı verib kartofa. 12-ni 1-ə vuruq 12. Ümumi məbləğdən, yəni 18 manat 40 qəpikdən çıxırıq 12 manatı. Yəni kartofa verdiyi pulu. Qalır 6 manat 40 qəpik. Bunu da verib deməli kələmə. 16 kiloqram kələmə. Ona görə bunu da 16-ya bölürük. Bunu qəpiyə çevirərik. 640 böl 16. 4 dəfə 0-da gəlir yanına 40 qəpik edir cavabımız. Ədədi 8-ə böldükdə alınan natamam qismət qalığın ala biləcəyi ən böyük qiymətdən 2 dəfə böyükdür. Ədədi tapın. Deməli, 8-ə bölürüksə, qalığın ala biləcəyi ən böyük ədəd 7-dir. Çünki 8-dən kiçik ədədlər qalıqda qala bilər və bundan 2 dəfə böyükdür natamam qismət. 7-ni 2-yə vururuq 14. İndi neynirik? 8-i vururuq 14-ə. Eləyir 112. Qalığı da gəlirik üstünə 7-ni. Bu deyilir 119. İndi P 40%, G 60% olarsa uyğunluğu müəyyən edin. Birincidə deyir A-nın P faizi 120-dir. A 300-dür. P faizini tapaq. 300-ün 40%-ni tapaq. 300-ün 40%-ni tapanda 3-ü 40-a vurarıq. Çünki 3 ilə 100 ixtisar gedəcək, qalacaq 3. 3-ü də 40-a 120 eləyəcək. Bəli, bu doğrudur. A-nın G faizini də tapaq. 60%-ni tapmaq üçün 3-ü 60-a vururuq 180. Deməli, G faizi 180-dir. C yazırıq bura. 400%, 400-ün 40%-ni tapanda 400-dən 100 ixtisar gedəcək. 4-ü 40-a vuracaq 160. P faizi 160-dır. Bura E uyğundur. G faizi, yəni 60-a vuracaq 4-ü 240 eləyəcək. Burada B uyğundur. Deməli, bir dənə nə qaldı ki? A, B, C, D qaldı. P faizini tapaq. 2-ni 40-a vuranda 80 eləyir. O da D-dədir, bəli. 20-də deyir uyğunluğu müəyyən et. Ədədi ortanı tapmalıyıq. Deməli, toplayaq əvvəlcə ədədləri. 5 ilə 6, 11, üstünə 8, 19, üstünə 11, 30. Verilən ədədlərin cəmi 30-dur. 2, 4, 6 sayı isə 6-dır. 7-ni 6-ya vurub bu ədədlərin cəmini tapırıq ki, 42. 42 olmalıdır. 42-dən 30-u çıxıb x-dan y-ni tapırıq ki, 12. 1-ə uyğundur A. İkincidə. Burada əvvəlcə onu 6-ya vurarıq. Bunların cəmini tapmaq üçün edir 60. İndi verilən ədədləri toplayaq. 7-dən 9, 16, üstünə 10, 26, üstünə 14, 40. 60-dan da 40 çıxanda 20. Bu da E-dədir. Üçüncüdə yenə 6 ədəd var. 14-ü 6-ya vururuq. Cəmi 84 olmalıdır. 84-dən də çıxırıq. 9-dan 11, 20, 16-dan 14, 30, 20-dən 30, 50, 84-dən də 50, 34, o da C-dədir. Və keçirik son varianta, ikinci yarım üzrə testlərin son variantına. Deyir, şərti ödəyən ədədi tapın. 7,8-dən böyük olmalıdırsa A variantı ola bilməz, bu bərabərdir. D variantı 7,9-dan kiçik deyil, böyükdür, bu da ola bilməz. 7-dən %89 isə ödəyir şərti. B variantını seçirik. 2-də deyir ki, ifadənin qiymətini tapın. Əvvəlcə mötərizəni hesablayarıq. %1-də 4 var. 9-dan 0-ı toplayırıq 9. 3-dən 2-ni toplayırıq 5. 25-dan %94-dən də 5-dan %94-ünü çıxsaq, yerdə 20 qalacaq A variantı. 3-də deyir ki, bərabərliyi ödəyən ulduzun qiymətini göstərin.
5 olduğu kimi qalıbsa, 5-in yanında kiçik rəqəm olmalıdır. Kiçik rəqəmdə bir dənə A variantındakı 0-dır. 4-də deyir, bərabərliklərdən doğru olanı göstərin. Bunu kilometrə çevirsək, 1000-ə bölərik. 30.000 eləyər. 30.000, yəni yuvarlaq olaraq bunu yuvarlaqlaşdırsaq 30.000 eləyər. Kilometrə çevirsək 30 eləyər. Elə doğru olan budur. Bunu yuvarlaqlaşdırsaq 600 eləyir. Yəni 0,6 kiloqram eləyir. Bunu yuvarlaqlaşdırsaq 700 eləyir. Yuvarlaqlaşdırsaq 7 eləyir. Çünki 7-dən sonra kiçik rəqəmdir. Burada da 900-dür. Yuvarlaqlaşdırsaq, deməli, bura kimi yuvarlaqlaşdırsaq 910-dur və ona böləndə 91 eləyir. 90 eləmir. Burada da 26 eləməli idi. 26 yox. Bu yuvarlaqlaşdırma düzdür, 25.000 eləyəcək. Amma bunu hektara çevirəndə 2,5 eləyəcək. 10.000-ə bölürük çünki. Təyyarə bu qədər sürətlə bu qədər yol uçdu. Qalan yolu bu qədər sürətlə uçdu. Uçuş neçə saata davam etdi. Birincidə sürəti verib, yolu verib, zamanın verməyibdi. İkisində də. Zamanı tapanda bölürük. Getdiyi yolu bölürük sürətinə. 900-ü bölməliyik 600-ə. 900-ü 600-ə bölsək bir dəfə düşür. 300-lıq qalır. Onda yana 0 gətirib bölürük 5 dəfə. 1,5. Digərində də 375-i bölürük 750-yə. 0 dəfə düşür. 3750-ni böləndə isə 5 dəfə düşür. Bunları da toplasaq 2 tam eləyəcək A variantı. 6-da deyir, uzunluğu bu qədər, eni bu qədər düzbucaqlı şəklində kartondan tərəfi 3 cm olan kvadrat kəslər. Karton qalan hissəsinin sahəsini tapın. Əvvəlcə kartonun sahəsini tapaq. 25 tam onda 5-i vururuq 9 tam onda 4-ə. 22 yadda, 22 2 yadda, 10, 45, 45 4 yadda, 49 4 yadda, 22 toplayırıq. Virgüldən sonra 2 rəqəm olmalıdır. 239 tam onda 7. İndi tərəfi 3 sm olan kvadrat kəsirlərsə 3-3-ə vurub kvadratın sahəsini tapırıq 9. Deməli, bundan da çıxırıq 9-u. Yerdə qalır 230 tam onda 7. C variantı. X-i verib, deyir, ifadənin qiymətini hesabla. Əvvəlcə ifadəni sadələşdirərik, bunları toplayarıq. 7-dən 8, 15, 5, 20, 0 yazmırıq 2 yadda, 4-dən 4, 8, 2 yadda, 10. Bu edir 12. Deməli, bunu 10-a vurmalıyıq. 10-a vuranda vergül bir addım sağa gəlir, olur 396,2, o da D-dədir. 8-ə deyir, ədədlərdən hansılarının ədəd ortası 10-dur. Deməli, cəm yuvarlaq ədəd olmalıdır ki, onu böləndə sayına 10 eləsin. Burada eləyir 2-dən 6, 8, üstünə 2, 11 yadda. 5-dən 2, 7, üstünə 2, 9, 1 də yadda 10, 0 yazırıq. 1 yadda. 1-dən 1, 2, 1 də yadda 3. 30 və 3-ə də böləndə 10 eləyir. Deməli, A variantıdır. AB BC-yə bərabər olarsa A nöqtəsinin koordinatını tapın. Əvvəlcə buranın uzunluğunu taparıq. 5,6-dan çıxarıq 3,8-i. 16-dan 8, 8, 4-dən 3, 1. Deməli, buradan da bura 1,8 uzunluğundadır. Koordinatını tapmaq üçün isə bundan çıxarıq bu uzunluğu 3,8-ə. Çıxarıq 1,8-i, qalar 2. Bu da D-dədir. Bərabər hissələrə bölünmüş fiqurun hansı hissəsi ştrixlənmişdir? Burada 1, 2, 3, 4 sətir. 4 də sütun var, yəni 4-ü 4-ə vuruq 16. Bunlardan 1, 2, 3, 4, 5 dənəsi rənglənib. 16 da 5, B variantı.
11-də deyir bərabərsizliyini ödəyən x-in ən böyük natural qiymətini tapın. 15-də 7-dən kiçik olmalıdırsa, ən çox 15-də 6-da ola bilər. Ona görə x-in yerində 6 olacaq. 12-də deyir üçbucağın tərəflərinin uzunluqları bu olarsa perimetrini tapın. Perimetri taparkən üç tərəfini toplayırıq. Məxrəclər eynidir. Məxrəci saxlayırıq. Sürətləri toplayırıq. 7-dən 8, 15, üstünə də 5, 20. Onda 20 də bərabərdir 2-yə. 20-ni ona bölərik. 2 metr. 2 metr yoxdur variantda. Desimetrə çevirərək ona vurarıq. 20 desimetr A variantı, D variantı. 13-də deyir arzu birinci gün bu qədər, ikinci gün birincidən bu qədər çox, üçüncü gün isə bu qədər lent aldı. Arzu cəmi neçə metr lent aldı. Birinci günü və üçüncü günü bilirik. Əvvəlcə ikinci günü tapaq. Deyir birincidən bu qədər çox. Ona görə bunları toplayırıq. Tamları toplasaq 3-dən 1 4. Məxrəc 20-dir qalır. 2-dən də 7 9. Bu oldu ikinci gün. Təzədən üstündən birinci günü və həmçinin də üçüncü günü gəlirik. Tamları toplasaq 4-dən 6 10 üstünə 3 13. Məxrəc qalır yerində. Sürətləri toplayırıq 20. 20-də 21 deməkdir. Onu da veririk 13-ün üstünə olur 14 B variantı. 14-də deyir bərabərliklərdən hansı doğrudur? Kiloqramdan tona çevirir. 1 ton 1000 kiloqramdır. Ona görə kiloqramdan tona çevirəndə 1000-ə bölürük. 1000-ə böləndə vergül 3 addım sola gəlir. Deməli 1, 2, 3. Elə doğru olan A variantıdır. Deyir ki, AB hasilini tapın. X-in yerində A var burada və bərabər olub 9-a. Yəni A-nı 2-yə vurub 3 çıxanda 9 elibsə, biz əvvəlcə 9-un üstünə 3 gəlirik 12. A-nı da tapmaq üçün 12-ni 2-yə bölürük 6. A olur 6. Digərində 6-nı burada biz yeni tapmalıyıq. X-in yerinə 5 qoyuruq. 2-ni 5-ə vururuq 10. Və ondan neçə çıxsaq 6 eləyər tapmaq üçün. Ondan elə bunu 6-dan çıxırıq. Bu da eləyir 4. B-də 4. 6 və 4. Bunların hasilini istəyir. Vururuq, tapırıq 24. 16-da deyir bərabərsizliyi ödəyən natural ədədlərin cəmini tapın. 2-dən kiçik bərabər olmalı. 2-dən kiçik bərabər olmalıdırsa, yəni 2 ola bilər bura. 2 olması üçün 2-nin üstünə 4 gəlirik. X 6 olur. Və 6-dan kiçik bütün rəqəmlər yaza bilərik. 6, 5, 4, 3, 2 və 1. Bunları da toplayanda 15, 18, 20, 21 edir. %68 dəftərdən ibarət olan 2 bağlamanın birində o birindən 3 dəfə az dəftər var. Kiçik bağlamada neçə dəftər var? Deməli, birinə x, birinə 3x yazarıq. Cəmi 168. 4x bərabərdir 168. X-i tapmaq üçün 168-i 4-ə bölürük 42. Biz az olanı tapdıq. Bizdən də elə kiçik bağlamanı soruşur. Cavab 42. Eni 3 uzunluğu 15 hündürlüyü 9 olan kuboid şəklində tirdən tili kuboidin eninə bərabər olan neçə kub almaq olar? Əvvəlcə kuboidin həcmini taparıq. 3 vur 15 vur 9. 3-ü 15-ə 45, 45-də 9-a 36. 45-i 45 də 9-a 45 4 yadda 36 4 yadda 40 405. Bu kuboidin tilidir. İndi kubun da tili deyir bunun eninə bərabərdir. İndi kubun da həcmini tapaq. 3-ün kubunu tapırıq 27 və 405-i bölürük 27-yə. Bu da eləyir 15. 19-da deyir ki, uyğunluğu müəyyən edin. 500-ün 30%-ni tapmaq üçün 5-i 30-a vurarıq 150. Deməli 1-ə uyğundur A. 80%-ni tapmaq üçün 5-i 80-ə vursaq eləyir 400. Q faizi də 400-dür. Burada uyğundur C. İkincidə 6-nı vurarıq 30-a 180. P faizi 180-dir. E. Q faizini tapmaq üçün 6-nı 80-ə vurarıq 480. Həm də B uyğundur. Sonra 3-ü vurarıq 30-a 90%. P faizi 90%. 90-dır daha doğrusu. D.
3'ü 80'e vuranda 240 edir. O da yoxdur. Və son sual. Oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın həcmi və hündürlüyü H. Oturacağının sahəsi S olarsa uyğunluğunu müəyyən edin. Deməli, oturacağın sahəsini tapmaq üçün həcmi bölürük hündürlüyə. 108'i 9'a böləndə 12. Deməli, 1'ə uyğundur B. İkincidə 126'ın bölürük 14'ə. Bu da eləyir 9. Burada uyğundur D. Üçüncüdə 140'ı bölürük 5'ə. Bu da eləyir 28. Burada uyğundur E. Bəli, tapşırıqlarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.